Herkese salam. Bugün sizlere bu şampunlar hakkında məlumat vereceğim. Bunlar Faberlic'in oksigenli şampunlarıdır. Anti-age şampunu xüsusilə nazikləşən, zəifləyən və tökülməyə meyilli saçlar üçündür. Anti-age peptid formulu saç kökünü möhkəmləndirir, saçın strukturunu bərpa edir və tökülmənin qarşısını almağa kömək edir. Yaşa bağlı saç problemin olsun və ya olmasın, saçın zəifləyirsə mütləq istifadə etməlisən. Anti-age o demək deyil ki, bu şampun yaşlı insanlar üçündür. Bu, yaşlanan saçlar üçündür. Bildiyimiz kimi saçlarımız 25-30 yaşdan sonra tədricən nəzilləşməyə, elastikliyini itirməyə başlayır. Anti-age texnologiyası isə məhz saçın bu dəyişikliyə qarşı işləyir. Oksigenli nəmləndirici şampun isə saçların elastikliyini artırır, nəmi saxlayır və saçlara parlaq, canlı görünüş verir. Boya görən, tez quruyan, ucuları qırılan saçlara möhtəşəmdir. Bu şampunları yağlı saçlarda istifadə etmək olarmı? Əlbəttə ki, olar. Yağlı saçlarda da bu şampunları istifadə edə bilərik. Bu şampunlar saçları ağırlaşdırmır və yağlandırmır. Bu şampunlar universal formulası sayəsində yağlı saçlar üçün də uyğundur. Çünki yağlandıran, saç dibini ağırlaşdıran komponentlər yoxdur. Sadəcə yağlı saçlarda şampunun daha çox dip hissəsinə, nəmləndirici olanı isə daha çox uzunluğuna tətbiq etməyə kifayətdir. Yağlı saçlar o demək deyil ki, nəmləndirməyə ehtiyac yoxdur. Oksigenli nəmləndirici şampun saç dərisini ağırlaşdırmadan nəmlik balansını bərpa edir. Biri güc verir, biri nəmləndirir. İkisi birlikdə tam bir saç baxımıdır.